Diskriminator olsun 0. Növbəti sualda deyir ki, parabola OX oxunu kəsmir. Parabola OX oxunu kəsməməyin qaydası məsələn ya belə olmalıdır. Məsələn bunlardan biri olmalıdır. Görürsünüz ki, OX oxunu kəsmir və yaxud qırmızı ilə göstərən bunlardan biri olmalıdır. Yəni nə bu OX oxu üzərinə düşəcək, nə qədər biraz alta keçəcək, nə yaxud da biraz yuxarı keçəcək. Onda bu x-dən danışa bilmirik də, görürsünüz. X yoxdur. Yəni OX oxunu kəssəydi x1, x2 olardı. OX oxunun üzərində olsaydı x1, x2 bərabər olardı. Yəni bir nöqtədə olardı. Ona görə burada kök yoxdur. Yəni ax kvadrat plus bx plus c 0-a bərabər ola bilmədi. Deməli onda diskriminator nədir burada? Mənfidir. Deməli diskriminator mənfi olanda yadınızda saxlayın, parabola OX oxunu heç vaxtı kəsməyəcək. O da nəyə uyğundur? Y variantına uyğundur. Növbəti suala